Təsəvvür et, bir psixoloq qarşısında oturmuşsan, sənə bir neçə sual verir. Sonra bir kitab açır, bir şeylər oxuyur və sənə deyir, sənin vəziyyətin belə adlanır. O kitab nədir? Psixoloqlar nəyə əsasən bu qərar verirlər? Bugün sənə o kitabı açacağam. Bu, DSM-5 ruhsal pozuntuların diaqnostik və statistik təlimatı. Psixiatrların, psixoloqların, klinik mütəxəssislərin istifadə etdiyi əsas sənəd. Bugün onu sadə, anlaşılır dildə izah edəcəyəm. Bu videoda öyrənəcəksiniz. Birincisi, DSM-5 nədir, nə üçün yaradılıb? İkincisi, diaqnoz necə qoyulur, hansı meyarlara görə? Üçüncüsü, diaqnoz almaq qorxuducu bir şeydirmi? Və dördüncüsü, DSM-5-in tənqidi cəhətləri nələrdir? Hazırsınızsa, başlayaq. DSM-5 İngilis dilində Diagnostical and Statistical Manual of Mental Disorders deməkdir. Azərbaycanca ruhsal pozuntuların diaqnostik və statistik təlimatı. 5-ci nəşridir. 2013-cü ildə nəşr edilib. Amerika Psixiatriya Birliyi tərəfindən hazırlanıb. Yaxşı, bəs bu kitab nə edir? Psixi pozuntuları əlamətlərinə görə təsvir edir. Hər pozuntu üçün dəqiq meyarlar müəyyən edir. Yəni, bu əlamətlər varsa, bu müddət ərzində, bu şiddətdədirsə, bu diaqnozdur deyir. Bu olmadan hər mütəxəssis fərqli qərar verə bilərdi. Yaxşı, DSM-5-in psixologiyada ortaq dil yaratmasından da danışacağıq. İndi ən vacib suala keçək. Yaxşı, bu kitab əsasında diaqnoz necə qoyulur? DSM-5-ə görə 3 əsas şərt var. Birinci şərtimiz əlamətlərdir. Hər pozuntu üçün müəyyən əlamətlər siyahısı var. Məsələn, depressiya üçün 9 əlamət var. Bu 9 əlamətdən ən azı 5-i olmalıdır ki, diaqnoz qoyula bilsin. Əlamətlərin hamısı lazım deyil, müəyyən say lazımdır. İkinci, müddət. Əlamət nə qədər müddətdir davam edir? Depressiyada ən azı 2 həftə. Generalizə olunmuş təşviş pozuntusunda ən azı 6 ay. Bir gün pis hiss etmək diaqnoz demək deyil. Üçüncüsü, funksionallığın pozulması. Bu əlamətlər sənin həyatını pozurmu? İş, münasibətlər, gündəlik fəaliyyət, əgər pozursa, müdaxilə tələb oluna bilər. İndi bir nümunə ilə izah edim. Tutaq ki, bir insan mənə gəlir və deyir, Bənövşə xanım, həftələrdir yata bilmirəm, heç nə etmək istəmirəm, heç bir şeydən zövq almıram, işə getmək çətindir, özümü dəyərsiz hiss edirəm. Bu əlamətlərə baxırıq, müddəti soruşuruq, həyatına təsirini qiymətləndiririk və DSM-5-ə görə bu əlamətlər uyğun gəlirsə, böyük depressiv epizod diaqnozu haqqında düşünə bilərik. Amma bu mənim son qərarım deyil. Diaqnoz bir anda verilmir. Bu, bir neçə görüşdən, müxtəlif vəsitələrlə qiymətləndirildikdən və nevroloq, psixiatr nəticəsində müəyyənləşdirilir. İndi sizə dürüst bir şey deyim. DSM-5 mükəmməl deyil. Psixologiya dünyasında bu kitaba çoxlu tənqid var. Mən də bu tənqidləri sizinlə paylaşmaq istəyirəm. Birinci tənqid daha doğrusu medikalizasiya. Bəzən normal həyat çətinlikləri diaqnoza çevrilə bilir. Məsələn, sevdiyini itirdikdən sonra kədər hiss etmək çox normal bir şeydir. Amma DSM-5 bəzən bunu da diaqnoz olaraq götürə bilir. İkinci tənqid mədəni fərqlər. DSM-5 əsasən qərb mədəniyyətinə əsaslanır. Amma psixologiya ümumdünyəvi deyil. Bakıda böyüyən bir insanla New Yorkda böyüyən birinin həyat təcrübəsi tamamilə bir-birindən fərqlidir. Üçüncü tənqid etiket effekti. Diaqnoz almaq bəzən insanı o xəstədir kimi damğalamağa gətirib çıxardır. Bu psixologiyanın ən böyük problemi olaraq qalır. Amma buna baxmayaraq DSM-5 indiyə qədər bizdə olan ən yaxşı alətdir. Düzgün istifadə edildikdə çox faydalıdır. Çox insan mənə deyir, psixoloqa getmək istəmirəm ya da diaqnoz almaq istəmirəm. Qorxuram ki, məni dəli hesab etsinlər. Bu fikri çox yaxşı başa düşürəm. Amma bir şeyi də aydınlaşdırmaq lazımdır. Diaqnoz sənin kimliyin deyil. Diaqnoz sənin vəziyyətinin adıdır. Cəmiyyətdə şəkər xəstəliyindən diaqnoz alan adam şəkərli adam kimi dalğalanmır. Psixoloji diaqnoz da eynən belədir. Bu, yardım almağa başlamaq üçün
sadece bir addımdır. Daha çok sonu değil. Ve burada dikkat edeceğimiz nokta nedir? Bugün öğrendiklerimizi xülasə etsək, DSM-5 psixoloji pozuntuların diaqnostik təlimatıdır. Diaqnozu qoymaq üçün əlamətlər, müddət, funksionallığın pozulması lazımdır. DSM-5 mükəmməl deyil, amma ən yaxşı alətimizdir. Və diaqnoz bir etiket deyil, yardım almağa gedən yoldur. Növbəti videoda narahatlıq pozuntularına, yəni anxiety disorder'a keçəcəyik. Panik atak nədir? Generalize olunmuş təşviş pozuntusu nədir? Fobiyalar necə yaranır? Bunları klinik nümunələrlə sadə dildə izah edəcəyim. Abunə olmağı unutmayın. Görüşənə qədər.